Bu əsəri ərsəyə gətirən Azərbaycanımızın dəyərli sənətkarı Rövşən müəllimə öz dərin təşəkkürümü bildirirəm. Bir şəhid anası olaraq Allah əllərinizə, qollarınıza güc qüvvət versin. Allah sizləri var eləsin. Bu işdə vasitəçi olan mənim dəyərli qonşum, hərbiçi Qurban müəllimə də öz təşəkkürümü bildirirəm. Var olun hər birinizi. Mən bu hədiyyəni alanda keçirdiyim sevincin həddi hududu yox idi. Bu gözəl əl işini ərsəyə gətirməklə siz məni sevindirdiniz. Uca Tanrımız da sizləri sevindirsin. Var olun, hər zaman çox sağ olun. Dərin təşəkkürümü bildirirəm hər birinizə.